أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. أهم يقسمون رحمة ربك نحن قسمنا بينهم معيشتهم في الحياة الدنيا ورفعنا بعضهم فوق بعض درجات ليتخذ بعضهم بعضا سخريا ورحمة ربك خير مما يجمعون. صدق الله العلي العظيم. Peyğəmbər ali Peyğəmbərə salavat zikr Bəli, biz bir neçə cümə əvvəl halal ruzi qazanc barədə danışdıq. Və mən istəyirəm mövzunu elə onun ardı olaraq, onun davamı olaraq davam eləyək. Çünki bu cəmiyyətimizdə ən mühüm məsələlərdən biri də ruzi məsələsidir. Halaldan qazanmaq məsələsidir. Təkcə cəmiyyətimizdə yox, bizim dinimizin ən önəm verdiyi, ən çox əhəmiyyət kəsb eləyən məsələ insanın yeməyidir. Yemək əgər halaldan deyilsə, insanın sözünün kəsəri olmaz. İnsanın mənəviyyatı kiçilər. İnsanın sözü kəsərli deyilsə, mənəviyyatı kiçikləşirsə, onun elədiyi ibadət də öz mənəviyyatı ölçüsündə olacaq, çəkisində olacaq. Çünki ibadətdə, itaətdə insanın mənəvi üstünlüyü şərtdir. İbadət, itaətdə. Görürsən, bəzən bir mənəvi insanın bircə duası qəbul olunur, bütün cəmiyyət xilas olunur. Bəzən görürsən ki, yüzlərlə, minlərlə, milyonlarla insanlar dua eləyir, amma heç bir əhəmiyyət kəsb eləmir. Ona görə deyilir, mənəviyyatlı insan. Məsələn, Həzrəti Yunus əleyhissalamın qövmündə bir nəfər ibadət əhli var idi, bir alim var idi. Həzrəti Yunus əleyhissalam üz döndərib gedəndən sonra, o qövmü tərk eləyəndən sonra, həmən şəxs insanlara dedi ki, Yunus Peyğəmbər sizin aranızdan getdi və Allah bəla göndərəcək bura. Bəla istədi, getdi. Və əgər istəyirsiniz, xilas olasınız, qurtulasınız, hamılıqla birlikdə tövbə eləyin. İndi tövbənin müxtəlif şərtləri tarix kitablarında qeyd olunur, hansı formada tövbə eləyin. Mən uzun uzadı danışmaq istəmirəm o mövzunu. Və Həzrəti Yunus əleyhissalamın qövmü tövbə elədi. O həmən şəxsin bir sözü ilə, sözünün kəsəri. Artıq Yunus əleyhissalam düz döndərib oradan çıxıb gedib. Və həmin insanlar gördü, o bəlanın qoxusu gəlir, tövbə elədilər. Tövbə eləyəndən sonra hər biri Həzrəti Yunus əleyhissalamı Allah müəyyən cəza verdi hətta. Ki, o qövm tövbə eləyib, sən onlar üçün bəla istəmişdin. Əlbəttə, əvvəl bəla istəyəndə onlar tövbə eləməmişdi. Görürsən, onlara bir kəlmə, bir neçə cümlə söz təsir elədi. Həmin o ibadət eləyən, o alimin, o abidin nəfsi və ruhunun əzəmətinə görə idi. Ona görə deyirlər ki, bir alimin qıldığı 2 rəkət namaz, digər şəxslərin qıldığı bəlkə də 70 illik ibadətdən bəzən əfsəl olur, üstün olur. Niyə? Çünki onu xuzu ilə, xuşu ilə, mənəvi ab-hava ilə və pak nəfəslə qılır, ibadətini eləyir. Ona görə əzizlər, Allah Teala buyurur Quran-ı Kərimdə فَلْيَنْظُرِ الْإِنْسَانِ إِلَى تَعَامِهِ İnsan yeməyinə baxsın, nə yediyinə baxsın. Deyir, Harun günlərin bir günü Bəhlulla əyləşmişdi. Bəhlul deyir, xəlifə sağ olsun, bir sual versəm, cavab verə bilərsən? Dedi, bəli, buyur. Dedi, insanın yeməyinin şərti nədir? Harun dedi ki, Bismillah demək, tikələri kiçik götürmək. Bunlar hamısı süfrənin ədəb ərkanıdır da.
İnsan yeməyi, üzr istəyirəm, çeynəyəndə ağzını açıb yummamalıdır ki, görsənməməlidir. Yeməkdən əvvəl, yeməkdən sonra duzla başlamalı, duzla bitirmək, kiçik loxmaları kiçik götürsün, çoxluca çeynəsin ki, insanın mədəsinə güc düşməsin və s. Bunları başladı saymağa. Dedi, yox, onlar hamısı təfərrüatdır. Yeməyin şərti budur. Əlivə götürdüyü notikə pakdır, sənindir ya yox. Halaldır ya halal deyil. Götürdüyün o tikə əgər halal deyilsə, onun üzərində bir Quran da xətm eləsin, o halala çıxmır ki. Ona görə Allah Teala bu həssas məsələyə diqqəti cəlb eləyir. Buyurur ki, "Fəlyanzuril insan ila taami." İnsan yeməyinə baxsın. Nəzərə baxmaqdır, amma düşünərək baxmaqdır. Məsələn, rəa görməkdir, baxmaq, görmək. Nəzərə də görməkdir, nəzər etmək. Amma nəzərə kəlməsinin içərisində təfəkkür eləməklə baxmağa deyərlər. Ki, bu dilin daha zəngin olmasına dəlalət edir. Buyurur, "Fəlyanzuril insan ila taami." İnsan yeməyinə baxsın, nəzər eləsin. Ki, halaldır, haramdır. Əfəla yanzuruna iləl ibli keyfə xuliqat. Onlar deyir, dəviyə baxmırlarmı? Necə yaradılıb o? Dəvənin yaradılışına Allah deyir, bax. Yaxşı, mən dəvənin yaradılışına necə baxa bilərəm? Baxdım da dəvədir bir heyvan. Deyir, yox, nəzər eləmə, yanzuruna, yəni baxıb düşünmürlərmi? Onun səhrada günlərlə, 10 günlərlə susuz, ac gedib hərəkət etməsi. Tufanda o səhrada olan tozda, dumanda ki, görürsən toz qalxır, göz gözü görmür. Mümkün deyil üzvü bağlaması, onda da heç yeri görə bilməsin. Amma dəvədə o cür deyil. Dəvə ehtiyat qapağı var. Onu bağlayır, elə bil eynək rol oynayır bir növ. Gedir, o hərəkətini eləyir, davam elətdirir. Ona görə buyurur, "Əfəla yanzuruna iləl ibli keyfə xuliqat." Onlar dəviyə baxmırlarmı? Düşünmürlərmi dəvənin üzərində necə yaradılıb və iləs-səmai keyfə rufiat və göyə baxmırlarmı necə ucaldılıb və yerə baxmırlarmı necə yaradılıb və insanın baxışı, insanın düşüncəsi, insanın dərrakəsin Allah istəyir yoxlaya və hərəkətə gətirə. İnsan düşünsün. Düşünən insan lazımdır. Allah Teala buyurur ki, "Fəlyanzuril insan ila taami." İnsan yeməyinə də belə baxsın. Elə harda nə gəldi götürsün. Əldə eləsin, yesin, halal, haram bilməsin, onun mənəvi geriliyinə gətirib çıxardacaq. Biz əvvəldə oxuduğumuz ayə Qurani Kərimdə buyurur Allah Teala Zuhruf surəsinin 31-32-ci ayələrində. Zuhruf zinət deməkdir. Quranda surələrdən biri də Zuhruf surəsidir. 89 ayədən ibarətdir. Məkkə şəhərində nazil olub. Həmin bu Zuhruf surəsi. Bu surənin 31-32-ci ayəsinə istəyirəm diqqəti cəlb eləyəm. Çünki burada Allah Teala buyurur ki, onlar bir qrup insan dedi, yəni o Məkkəlilər, müşriklər, inkar eləyənlər Peyğəmbər sallallahu. Onlar dedilər ki, nəyə görə Allah Teala bu iki şəhərdən zəngin bir insana nazil eləməyib bu Qur'anı, Peyğəmbərliyi onlara verməyib. Məsələn, Məkkə şəhərindən və Taif şəhərindən hər hansı bir varlı bir insanlara niyə bu Peyğəmbərlik məqamını verməyib və Peyğəmbərlik məqamını Həzrəti Peyğəmbərə verib ki, Peyğəmbər bir yetim idi. Və qalu ləvla nuzlə hadzal Qur'an ala raculin minəl qaryatayn azim. Onların istəyi bu idi, sözü bu idi. Daha doğrusu bəhanəsi bu idi ki, Peyğəmbərlik niyə bir kasıb insana verilsin? Zəngin bir insana verilməli idi. Allah Teala buyurur: "Əhum yaqsimuna rahmetə rabbik." Onlar Allahın rəhmətini bölürlər. Görün necə incə məsələdir. Onlar Allahın rəhmətini bölürlər. Yəni o qədər böyüyüblər ki, belə deyək də, lap loru dildə desək, ilahi rəhməti oturub bölürlər, bölüşdürürlər insanlar arasında. Hə, Allahın rəhməti filan qədər filan kəsə, filan qədər filan kəsə. Bilirsiniz əzizlər, bu ayə nə demək istəyir?
Bu ayəni oxuyan və düşünən insan heç kimin əməlin, işin müzakirə eləyə bilməz. Heç kimin işinə qarışa bilməz ki, filankəsin niyyəti filandır, filankəsin ibadəti filandır, filankəsin əməli pisdir, zəifdir, filandır. Nəyə görə qarışa bilməz? Ona görə qarışa bilməz ki, Allah Teala buyurur, sən belə böyümüsən, belə yüksəlmisən, gəlib mənim üçün vəzifə təyin eləyirsən və mənim rəhmət və mərhəmətimin kimə nəsib olub, kimə nəsib olmadığını müzakirə eləyirsən. Sən ümumiyyətlə kimsən ki, bunu müzakirə eləyirsən? Sənin vəzifən və öhdədarlığın nədən ibarətdir ki, sən durub deyirsən ki, peyğəmbərlik filan kəsə verilməli idi. Sən durub deyirsən ki, filan nemətlər filan kəsə verilməli idi. Sən durub deyirsən ki, filan kəs daha uca olmalı idi, filan kəs daha filan olmalı idi. Yox, sən onları müzakirə eləmə iqtidarında deyilsən. Sənin vəzifən budur, özün və özünlə məşğul olmaq, öz problemlərini müzakirə eləmək, öz eyiblərin üzərində çalışmaq, öz nöqsan və qüsurlarının üzərində çalışıb onları aradan qaldırmağa səy göstərmək. Yoxsa sənin vəzifən filankəsin işi, ibadəti qəbul olundu, olunmadı, filankəs cənnətə getdi ya cəhənnəmə getdi, bunu müzakirə edərək sən heç bir yerə gedib çıxa bilməzsən. Nəhnu qəsəmna beynəhum məişətəhum fil həyatid dunya. Ardıca buyurur, biz onların məişətin, yəni yaşayış tərzin, maddi məsələlərin, onların arasında biz bölmüşük. O demirsən Məkkəli ya Taif şəhərindən olan filan kəsə peyğəmbərlik gərək veriləydi. Ona o var dövləti mən vermişəm. Mən bilirəm ona nə vermək lazımdır, bu birinə nə vermək lazımdır. Görürsən insanın bir neçə nəfər ətrafında insan var. Görürsən həcc ziyarətindən gələndə birinə görürsən təsbih verir, birinə ətir verir, birinə möhür verir, birinə digər hədiyyə verir. Və yaxud da ki, həmin insanın ad günündə, xoş günündə seçir o insanın zövq və şəninə uyğun bir hədiyyə alıb gətirir. Onun meyli nəyədir, istəyi nəyədir? Allah bizə verilən bu nemətləri bizim zövqümüz yox, bizim hazırlığımıza görə verir. Məsələn, baxır görür ki, mənə əgər maddi nemətləri verməsəm, mən deyinəcəm, küfr eləyəcəm, yolumu azacam. Mənə maddi nemətləri verir ki, başım qarışsın ondan və başqa yerə getməyim. Baxır görür ki, mənə maddi nemətləri çox versə, mən yolumu azacam, azaldır biraz. Deyir, sənə lazım deyil bu qədər. Sənə bu qədər ehtiyac yoxdur, sənə bu çoxluq eləyər. Nəhnu qəsəmna beynəhum məişətəhum fil həyatid dunya. Biz dünya həyatında onların məişətlərin, yaşayışların onlar üçün biz bölmüşük. Və rəfə'na ba'dahum fəvqə ba'din dərəcət və onların bir-birinə nisbət dərəcələri var. Görsən birinin dərəcəsi yüksəkdir, biri aşağıdır. Liyəttəxizə ba'duhum ba'dan suxriyyə. Bir-birinə xidmətçi olsunlar deyə dərəcələrində fərqlilik yerləşdirmişik, qoymuşuq. Ən incə mənim ən çox diqqətimi cəlb eləyən nöqtə buradır. Bu, həmin bu hissə. Buyurur, onların məişətlərini bölmüşük, dərəcələrinə. Bir qrup insan deyir, Allah insanları niyə dərəcələrə ayırıb? Biri yüksəkdədir, biri aşağıda. Diqqət edin. Biri yüksəkdədir, biri aşağıda. Ayə də bunu deyir. Elə zahirən belə başa düşülür. Ki, biz onların məqamların dərəcələrlə təyin eləmişik. Və ardıca dediyi bir cümlə o dərəcəni müzakirə eləyir və izah eləyir. Və başa salır ki, o dərəcə üstünlük deyil, o dərəcə xidmətdir. Xidmətdir. Məsələn, birin var dövlətli eləmişik, deyir, o fəqir füqəriyə, imkansızlara əl tutacaq. O varlığını biz üstün eləmişik, üstün dərəcədə yerləşdirmişik, çünki onun maddiyyatı yüksəkdir. Nəyə görə ilahi onu yüksək dərəcədə sən yerləşdirmisən? Buyurur, liyyəttəxizə bəzuhum bəzən suxriyyə.
o fəqirlərin xidmətçisi olsun deyə. Xidmətçi üstündür. Xidmətçilik üstünlük deyil ki. Hə, bəzən üstünlük ola bilir. Layiqli xidmətçi olsa üstün olacaq. Ləyaqətli xidmətçi olsa üstün olacaq. Deyir, mən ona üstünlük vermişəm. Buna görə ki, xidmətçi ola bilsin. Hə, ilahi, sən niyə fəqirdən varını üstün yaratmısan, ona daha çox vermisən və deyirsən onu yüksək dərəcədə. Deyir, ona görə ona yüksək dərəcə vermişəm ki, həmin bu fəqirin gəlib qarşısında xidmət eləsin. İndi sən Allah, ayə burada nə demək istəyir? Allah demək istəyir bu ayədə, varlılar kasıblardan üstündür. Var dövlət kimə verilib, o üstün dərəcədədir. Demək istəyir ki, insanın xidməti ilə onun dərəcəsi müəyyən olunacaq. Və rəhmət rabbikə xayrun mimma yecmaun. Allahın rəhmətin əldə eləmək sizin topladıqlarınızdan daha yaxşıdır, daha xeyirlidir. Ki bu ayələrdən insan belə nəticə əldə edir. İnsana ruzi verilir. Yaxşı, bəs Allah insana ruzi verirsə, mən niyə zəhmət çəkirəm? Demir, biz bölmüşük ruzini insanlar arasında. Nəhnu qəsəmna beynəhum məişətəhum. Aleykum salam və rəhmətullah. Onların arasında ruzini biz bölmüşük deyir. Hə, indi mən də gedim dincəlim, yatım, səhər, axşam yatım, dincəlim. Allah deyir də, deyir mən ruzilərimi bölmüşəm. Hə, indi Allah mənim üçün də ayırıb bir pay göndərəcək də. Niyə mən zəhmət çəkirəm? Niyə mən əziyyət çəkməliyəm? Bunun mənası budur ki, insanın ruzisi bölünüb, yəni Allahın qonağıdır insan. Bu dünyada insan Allahın qonağıdır. Allah öz qonağının bir qab yeməyin verəcək. Başqa sözlə desək, Həzrət Əli əleyhissalam bilirsiniz nə buyurur? Buyurur ki, ruzi iki növdür. İki növ ruzi var. Bir var, sən axtarırsan, gecə-gündüz onun arxasıca gedirsən. Onu tapmaq üçün yollar gedirsən, zəhmətlər çəkirsən. Sənin axtardığın ruzi. Bir də var ki, səni axtaran ruzi. Sən otursun da, dursun da, qalxsın da, getsin də, gəlsin də, o ruzi səni axtarır. İndi insan niyə əziyyət çəkməlidir? İnsan ona görə əziyyət çəkməlidir ki, nizam, intizam pozulmasın. Diqqət edin, bu ən önəmli. Mən deyərdim ki, bu söhbətin elə əsas hissəsi budur, bu ruzi məsələsi barəsində. Niyə insan, yəni bu ayənin izahı barədə ən həssas nöqtə buradır. İnsan ruzisini Allah ayırıbsa mənim ruzimi, mən niyə qaçmalıyam ruzinin arxasıca? Niyə əziyyət çəkməliyəm? Niyə zəhmət çəkməliyəm? Başqa hədislər deyir və Quran ayəsi də buyurur: "Və ən leysə lil-insan illa ma sa'a." İnsan ancaq zəhmətinin qarşılığını əldə edəcək. Əziyyətinin, səy və zəhmətinin, təlaşının qarşılığını əldə edəcək. Orada deyir ki, biz onların ruzisini bölmüşük. Burada isə deyir, sən nə zəhmət çəksin, onun qarşılığını əldə edəcəksən. Yəni nə demək istəyir? Demək istəyir ki, sənin öz vəzifələrin var. Mənim öz vəzifəm var. Hər bir insanın da öz vəzifəsi var. Hərə öz vəzifəsinə uyğun şəkildə əməl elədikdə həmin ruzi gəlib səni tapacaq. Yoxsa elə sən vəzifə əməl eləmə, ruzi məni gəlib tapacaq da. Belə ruzi deyir, yoxdur. O cür ruzi gəlib tapmayacaq səni. Ruzi nizam, intizam yaradanda, öz vəzifələrini, məsuliyyətini icra eləyəndə gəlib səni tapacaq. Elə bu ayənin ardıca buyurur ki, möminlər narahat olmasaydı, Allahı inkar eləyənlər, onların sütunların biz qızıldan düzəldərdik. Yəni, çox da qızıllara deyir, meyl eləmə, ya qızıla, gümüşə, vara, dövlətə, vəzifə və əməl elə. Öz məsuliyyətini icra elə. Sən bil ki, sən qazanmalısan, sən əziyyət çəkməlisən, zəhmət çəkməlisən. Çünki dünya zəhmətlə qarışıqlıdır. Rahatçılıqla narahatçılığın qarşılıqlı insana bir həzz yaşatdığı bir məkandır dünya.
Ey insan, innəkə kadihun ilə rabbikə kədhən fəmulaqi. Sən Rəbbivə tərəf əziyyətlə hərəkətdəsən. Zəhmətlə, əziyyətlə sən hərəkət edirsən Rəbbivə tərəf. Deməli, insan Allahın qonağıdır. Allah öz qonağına layiqli ruzisini ayırıb. Amma qonaq özün qonaq kimi gərək aparar. Qonaq qonaq kimi aparmasa özü, onda həmin o qonaqlıq baş tutmayacaq. Yəni, təsəvvür elə, gəlmişsən birinin evində qonaqsan, ev sahibi də səni qonaq çağırıb. Gəl orada qırğına çıx, davadalaş elə, nə bilim, ev sahibini də döy, vur, nalayiq söz de, sonra denən sən qonaqlığa çağırmısan da məni. Yəni, çağırıb da qonaqlığa və sən niyə qonaq kimi özü apara bilmirsən? Ona görə insanın məsuliyyətli olması, ona görə Həzrət Əli əleyhissalam buyurur, ruzi iki növdür. Bir, sənin axtardığın, ikinci, səni axtaran ruzi. İnsan öz ruzisini axtarsa, yəni əziyyətin, zəhmətin çəksə, tənbəllik eləməsə, ruzinin qarşısını kəsən o işləri görməsə, rahat ruzisini axtarsa, onu axtaran ruzi də gəlib vaxtında onu tapacaq. Əgər yox, insan axtarmasa o ruzini, elə atsın onun üstünə ki, Allah mənim payımı ayırıb göndərəcək, nə o ruzi gəlib çıxmayacaq buna, nə də ki, bu bir yerə çıxmayacaq. Niyə? Çünki bu nizam, intizamı insan özü tərəfindən pozdu. Bu qaydanı, Allahın təyin elədiyi nizamı mən pozuramsa, o nizamda artıq mən gözləyə bilmərəm həmin o ruzinin mənə tərəf gəlməsin. Amma bəzi amillər var, ruzinin qarşısını alır, kəsir. Görürsən, sən əziyyət də çəkirsən, işləyirsən, gecə-gündüz. Narahatsan, işləyirsən də zəhmət çəkirsən. Amma sənin ruzun yoxdur, bərəkət yoxdur. Elə buradan gəlir, oradan gedir, oradan gəlir, buradan gedir. Heç bəzən gəlməmiş gedir. Olur da belə şeylər də çox olur. Həzrəti Mövla Əli ibn Əbi Talibin bir sözü var. Buyurur, mən saə xuluquh zaqə rizquh. Hər kimin əxlaqı pis olsa, çobud olsa, bədi əxlaq olsa, görürsən, acı dildir, nalayiq danışan insandır, çobuddur, insanlara yuxarıdan aşağı baxır, insanlara qarşı kinçi durət. Bunun əxlaqi dəyərləri yoxdur da, pisdir. Həzrət buyurur ki, onun ruzisi azalar. Onun yaşayışı sıxıntılı bir yaşayışa düçar olar. Proqramsız yaşamaq da belədir. Bir insan proqramsız yaşayırsa, görürsən, insanın heç bir proqramı yoxdur. Gah yatır, gah durur, işləmək vaxtı yatır, yatmaq vaxtı işləmək istəyir. Onda da iş olmur. Axtarır da, məsələn, lazımdır, işi burada axtarasan, o biri tərəfdə axtarır. Yəni, insanın məqsədi yoxdur da, məqsəd yoxdur, işləmək məramı yoxdur. Buyururum, proqramsız insan, proqramsız insan. Həzrət buyurur yenə əleyhissalam, tərku təqdir fil məişə yurithul fəqr. Proqramsızlıq fəqirliyi öz arxasıca gətirməyə məhkumdur. Sən fəqir olacaqsan. Gecə gündüz çalışsın da sənin proqramın yoxdursa, sən gəlirinlə çıxışını bilmirsənsə, sən yaşayışını bilmirsənsə, o qədimdə bir misal çəkərdilər, deyərdilər, yorğanıva bax, ayaqlar uzat. Belə bir söz var idi. Allah o ata-babalar dünyasını dəyişənlərimizə rəhmət eləsin. Onların dilində mən çox eşidərdim bu sözü. İndi sizlər məndən də yaşlısınız, siz daha çox eşitmişsiniz yəqin ki. Deyərdilər ki, yorğanıva bax, ayağı uzat. Sənin proqramın olmalıdır. Sən nə yeyəcəksən, nə içəcəksən, necə yaşayacaqsan, sənin gəlirin nədir ki, gedişin də nə olmalıdır? Ona uyğun şəkildə sən yaşayışını qurmalısan. Əgər bu proqram Həzrət Əli əleyhissalam buyurur, olmasa bir insanda onun işi çətinləşər və ruzisi azalar. Övlada valideynə qarşı və yaxud da qohum əqrabiyə qarşı onu yoxlamır, gedib baş çəkmir. İstər dünyada olsun, istər dünyasını dəyişsin, fərqi yoxdur. Məsələn, birinin atası, valideyni dünyasını dəyişib, gedib onu yoxlamır.
Sile-i rəhm deyirlər ona. Qohumları, yaxınları yad eləmək. Bu yoxdursa, buyurur, Həzrət buyurur ki, onun ruzisi azalar. Onun ruzisi azalar. Sıxılar, bərəkət götürürlər onun evindən, ailəsindən. Eyyuma rəculun da'a ala vələdih əvrəsəhullah əl-fəqr. Hər hansı bir şəxs öz övladına bəddua eləyə. Məsələn, biri öz övladına bəddua eləyər. Allah Teala onun ruzusunu kəsəcək. Ruzusu aradan gedəcək. İkisinə də təsir eləyəcək. Dua eləyənə də, dua olunana da. Bəddua eləyənə də, bəddua olunana da. Və ihanətul kisrən minəl xubuz. İnsanın naşükürlüyü ruzusunun kəsilməyinə səbəbdir. Bir tikə çörək, özdə hədis belə deyir, buyurur, ihanətul kisrə minəl xubuz. Çörəyin bir hissəsinə qarşı ihanət eləmək. Yəni, dəyərləndirməmək. İndi birinin çörəyi var da, çörəyi var, çörəyin yeyir. Həmin o yediyinin qiymətini bilmir, dəyərini bilmir. O yediyin az görür. Məsələn, istəyir daha gözəl yemək yesin, daha zəngin yemək yesin, belə deyək. Yediyi o bir tikə çörəyi simsiyir, deyir ki, bu nədir, bu nədir, mən gündə bu çörəyi yiyəcəm. Hər gün məsələn filan yiyəcəm. Buyurur ki, hər hansı bir şəxs o yediyi bir tikə çörəyi, çörəkdən bir hissəni dəyərləndirməsə, qiymətləndirməsə, onun ruzisi azalar. Ruzisi, bərəkəti çəkilər. Həzrət-i Peyğəmbər sallallahu buyurur, namazı yüngül saymaq ruzunu azaldar, bərəkəti çəkər. Əl-istiğfaf bis-salah. Ən əhəmiyyətli namazı yüngül saymaq, əhəmiyyətsiz yanaşmaq. Namazdır da. Namaza əhəmiyyətsiz yanaşmaq, bunun mənası bu deyil. Sən namazı ancaq vaxtında qılasan. Bəli, əsas budur, birinci budur, vaxtında qıl. Amma bundan da əhəmiyyətli budur ki, namaz qılan ol. Namaza səhlənkarlıq eləmə, yəni yüngül sayma, yəni nə? Yəni öz çəkivin, namaz qılanlığını qoru. Sən namaz qılansan axı, sən yüngül deyilsən, sən kiçik deyilsən. Özünü kiçiltmə, başqa sözlə desin, qıldığın namaza hörmət elə. Hər hansı bir işi görəndə namazı yadıva sal ki, mən namaz qılıram axı, bəs namazı neyniyim? Bu cinayəti eləsəm, bu səhvi eləsəm, bu haramı eləsəm, bu günahı eləsəm, axı mən namaz qılıram. Bəs bu namazı necə eləyəcəm mən? Özünü namaz qılan kimi apar. Bütün həyatın bütün mərhələlərində. Ona görə Allah Teala buyurur, onlar ki, öz namazlarında daimidirlər. Yəni namaz halındadılar. Özlərin Rəblərinin huzurunda görürlər onlar. Mən sərrəhu ən yəmiddə ləhu fi umurih və yəbsudə rizquh fəliyəsil əbəveyhi vəliyəsil za rəhmi. Hər kəs istəyir ömrü uzun olsun, ruzisi çox olsun, məişəti geniş olsun, süfrəsi geniş olsun. Bunu kim istəməz? Hamı istəyir də. Deyir, istəməklə deyil də, ardı da var. Ardı da var. Ardı nədir? Buyurur ki, valideynlərinə tez-tez gedib baş çəksin. Dünyada deyilsə, get qəbirlərin ziyarət elə. Dünyadadırsa, get onlara baş çək. Bununla qutardı, deyir, yox. Vəliyəsil za rəhmi, qohumların da gedib yad eləsin. Mən deyir, yad eləmirəm, deyir, özün bilərsən, ruzun azalacaq, ömrün qısalacaq. İlahi, mən nəyə görə qohum əqrabaları yad eləməliyəm? Deyir, özünə görə, öz ömrün uzansın, bərəkət verilsin sənin ömrüvə. Ruzun bərəkətli olsun. Buna görə, özünə görə, qohum əqrabıya görə yox. Onlar pisdir, bəzən deyirlər də, onlar pisdir. Onlar pisdir, sən özünə görə. Sən ömrünü uzadırsan. Ged onlara baş çək, sən özünə bir fayda ver də. Ged valideynlərin xidmətində dayan, özünə fayda ver. Onlara lazım deyil o.
Allah sən olmasın da onları yaşadacaq. Necə ki onlar olmasaydı da səni yaşadırdı. Nə qədər valideynin itirən insanlar var. Nə qədər övladı olmayan valideynlər var. Elə hamısı qırılıb dünyasını dəyişmirlər ki. Hər biri Allahın o nizam intizamı ilə yaşayır, ömürlərini başa vururlar. Necə lazımdır. Deyirsən, özüvə yazığın gəlsin, özüvə xidmət eləyirsən, istəyirsən ömrün uzansın və ruzun çoxalsın, ged valideynlərə baş çək və qohum əqrəbalarını ziyarət elə. Həzrət Əli əleyhissalam buyurur, bir nəfər davamiyyətli günah eləyərsə, fərqi yoxdur, kiçik günah olsun ya böyük günah. Bilir ki, bu günahdır. Bilirəm, bu iş günahdır. Məsələn, yalan danışmaq günahdır. Mən elə yerli yersiz yalan danışıram. Davamiyyətli olacaqsa bu, baş verəcəksə, Həzrət Əli əleyhissalam buyurur ki, təqtəur rizq, ruzisi kəsiləcək onun. Yalan sənin həyatının bərəkətini çəkir və eyni zamanda sənin ruzunu da azaldır. Peyğəmbər salavatullah buyurdu ki, la yazalun nas bi xeyrin ma əməru bil ma'ruf və nəhuv anil munkar və təavanu aləl bir. Yaxşılıq bu zaman qalacaq ki, insanlar əmr bi məruf eləsinlər, yaxşılığa dəvət eləsinlər, pislikdən digərlərini çəkindirsinlər. Və təavanu və bir-birinə kömək eləsinlər. Gördülər, biri çətinlikdədir, ona kömək eləsinlər, onun əlindən tutsunlar. Buyurur, yaxşılıq bundan qalacaq. فَإِذَا لَمْ يَفْعَلْ ذَلِكَ نُزِعَتْ مِنْهُمُ الْبَرَكَاتِ. Elə ki, bunlar götürüldü, yaxşılığa dəvət olmadı, pislikdən çəkindirilmədi. O cəmiyyətdə insanlar pis iş görür, hamı da normal qarşılayır. Heç kim demir, olmaz, eləməsin yaxşıdır. Gəlib məsləhət verən yoxdur, çəkindirən yoxdur. Yaxşılığa dəvət edən yoxdur. Bir nəfər yıxılıb ölür, heç bir köməkçisi yoxdur. Heç kim gəlib əl tutmur. İllərlə xəstədir görürsən, yataqlarda yatır, pis vəziyyətdədir. Heç bir maddi vəziyyəti də imkan vermir ki, bu getsin bir həkimə, müalicə alsın. Görürsən, heç kimin belə deyək də əhəmiyyətsiz yanaşır, vecinə də deyil. Buyurur ki, həmən cəmiyyətdə əgər bunlar olmasa, belə olsa, ləm yəfəlu zalik nuzi'at minhumul bərəkat. O cəmiyyətdə nə bərəkətlər var, hamısı götürürlər. Alınar olar o cəmiyyətdən bərəkət. Və sullitə ba'duhum alə ba'din. İnsanlar bir-birinə qarışar. Müsəllət olmaq bilirsin nədir? Görürsən, bir-birinə havala gəliblər. Bu onun elə qeybətini eləyir, o bunun qeybətini. Bu ona qarşı, onun ayağının altını qazır. O bunun ayağının altını qazır. Bu ondan çəkişir, o bundan çəkişir. Bu ona düşmən mövqeydədir, o buna düşmən mövqeydə. Qarışıb bunların içərisində aləm bir-birinə qarşı düşmənçilikləri yüksək həddə gəlib çıxacaq. Və ləm yəkun ləhum nasirun fil ardı və la fis sama. İndi içəridə olanlar vardı, içərisində olanlar kömək istəyəcəklər də. Deyəcək, Allah kömək elə. Allah Teala buyurur, Həzrət Peyğəmbər salavatullah buyurur, nə göydən onlara bir kömək gəlməyəcək, nə də yerdən bir kömək gəlməyəcək. Öz elədikləri, daha doğrusu eləmədiklərinə görə, vaxtında qarşısını almadıqlarına görə, pis iş görənlərə məzəmmət eləmədiklərinə görə, yaxşı iş görənləri alqışlamadıqlarına görə, bir-birinə kömək eləmədiklərinə görə bu bəlalar gələcək, 3 dənə bəla. Birinci, bərəkət götürürlər. Nə mallarının bərəkəti olmaz, nə canlarının bərəkəti olmaz, nə ömürlərinin bərəkəti olmaz, nə əməllərinin, rəftarlarının bərəkəti olmaz, heç birinin bərəkəti olmaz. Və ikinci, Həzrət buyurur ki, bir-birinin canına düçar olarlar, bir-birinə qarşı düşmən mövqeydə olarlar, müsəllət olarlar. Və ləm yəkun ləhum nasirun fil ardı və la fis sama. Bu zaman Allah Teala deyir, mən kömək eləmərəm, nə də yerdən kimsə onların köməyinə, dadına çatmaz. Ki, bunlar bərəkəti çəkən maniyələrdən bir neçəsidir. Mən istəyirəm birini də deyim və sözümü yekunlaşdırım. Və o biri də bundan ibarətdir ki, Həzrət İmam Sadiq əleyhissalam buyurur,
Mən fəhuşə əla əxihil muslim nəzəəllahu minhu bərəkətə rizqih. Bir nəfər digər bir şəxsi söyə, nalayiq söz deyə. Görürsən, adam var, elə ağzını açır, nalayiq söz. Ağzını açır, pis söz. Yaxşı, xoş söz bunun ağzından çıxmır. Öyrəşib. İndi adət eləyib, bir müddət lazımdır o yaxşılığa adət eləsin. Öz üzərində biraz nəzarəti gücləndirsin ki, bu sözü, bu ağzına sahib çıxa bilsin. Dilinə sahib çıxa bilsin. Buyurur ki, Həzrət İmam Sadiq əleyhissalam bir nəfər əgər öz müsəlman qardaşı digər bir insana söyərsə, nalayiq söz deyərsə, Allah onun ruzisindən bərəkəti götürər. Onun ruzisinin bərəkəti olmaz. Və vəkələhu ilə nəfsi və Allah onu özünə tapşırar. İnsanın özünə tapşırar Allah. Məni özümə tapşırır. Mən neyniyə bilirəm ki, özümə neyniyəm? Nə fayda verə bilərəm ki, özümə bir fayda verəm? Bayaq Qiyamət surəsinin ayələrini oxuduqda buyurur, Kəlla la vəzər ilə rəbbikə yevmə izinil müstəqər. Heç bir qurtuluş yeri yoxdur. Heç bir nicat yeri olmayacaq o gün. Qiyamət günü elə bir gündür ki, heç bir xilas yeri yoxdur, qurtuluş yeri yoxdur. İlə rəbbikə yevmə izinil müstəqər. Ancaq və ancaq Rəbbivə tərəf dönüş yerin var sənin, nicat yolun ancaq Rəbbivə tərəfdir. Yunəbbəul insan yevmə izin bima qəddəmə və əxər. Həmən gün insanın elədikləri əvvəldən axıra qədər nə eləyib, hamısı insana xatırladılar. Deyirlər ki, bunu sən eləmirsən, bu sənin əməlindir. Bu günahı, bu haramı, bu savabı, bu yaxşı işi, ya bu pis işi sən icra eləmirsən. Həzrət buyurur ki, həmən gün insan bir nəfər digər bir şəxsə qarşı bir ağzından nalayiq söz çıxardarsa, deyərsə, bir üzr istəyirəm, söyüş söyərsə, pis söz danışarsa, ruzisinin bərəkəti götürürlər və Allah o insanı özünə həvalə eləyər, özünə tapşırar və əfsədə aleyhim məişətəhu. Allah göstərməsin, ən pisi də budur. Onun ailəsindəki vəziyyəti qarışdırar. Onun danışığı ya Allah qarışdırmaz. O özü, Allah tapşırdı onu özünə. O da neyniyəcək? Onun elədiyi ilə qarışdırmaq olacaq da. İnsan nəyi bacarır? İnsan nə bacara bilər? Ona görə Allah Teala buyurur, bütün yaxşılıqlar məndəndir, bütün pisliklər sizdəndir. İnsanın özü özünə tapşırılarsa, onun elədiyi ancaq fitnə olacaq, fəsad olacaq. İnsanın nəfsinin ona təlqin elədiyin Həzrət Yusuf əleyhissalam deyir. Buyurur, la ubərri'u nəfsi, mən özümə bəraət qazandırmıram. Bunu Yusuf Peyğəmbər deyir, bunu adi bir insan demir, adi bir namaz qılan demir, adi bir Quran oxuyan demir, adi bir müsəlman şəxs demir. Bunu 124 min Peyğəmbərin içərisində olan 313 nəfər mürsəl Peyğəmbərdən biri deyir, Həzrət Yusuf əleyhissalam. Deyir, la ubərri'u nəfsi, mən özümə bəraət qazandırmıram, innən nəfsə ləəmmarətun bissu. Rəbbim rəhm eləməsə, mənim də nəfsim elədir. Nəfs insanı pisliyə sürükləyir, pisliyə dəvət eləyir. İndi insanın özü özünə həvalə olunsa, o insanın əlindən nə gələcək? O məişətin qarışdıracaq, ailəsin, yaşayışın, hər bir yeri fitnə fəsada bürüyəcək və sonra da iş işdən keçəndən sonra vuracaq başına. Ona görə əzizlər, ruzinin insan həyatında böyük əhəmiyyəti var. Ona görə insanın ruzisinin hardan olmağı çox əhəmiyyətlidir. Ona görə də hədislər və ayələr, xüsusən əvvəldə dediyimiz ayə buyurur Allah Teala, fəlyanzuril insan ilə təami, insan yediyinə baxsın, təamına baxsın. Diqqət eləsin ki, hər əlinə düşən tikəni yeməsin ki, onun payı və ruzisi olmaya bilər.